Variz İbrahimovla eyni yerdə xidmət eləmişəm. Biz bilirdik ki, orada cəhənnəm həftəsi deyilən bir həftə var. Elan edirlər ki, cəhənnəm həftəsi başladı. Çox psixologiya təsir edən bir mənzərələr var orada. O şalbanlarla sən yeməyə gedirsən, gəlirsən, yatanda şalbanlarla bir yerdə yatırsan. Yəni elə eləməlisən ki, o şalbanlar inciməməlidirlər və 1, 2, 3 deyirlər, yeməyə başlayırsan, başlamana deyirlər ki, vaxt bitdi. Və mənim postumun qarşısında yəni biz zəifçilik göstərə bilməzdik orada. Siz təsəvvür edin ki, tək başına atıcı silahlar olan avtomatdan atəş açıram, qaçıram, PK-dan atəş açıram, oradan qaçaraq gəlib PŞK-dan atəş açıram. Mənə ucuz ölüm lazım deyil, mən ucuz ölüm istəmirəm. Qrantometlə birbaşa pəncərədən içəri atdım. İkincisini atdım, qapıdan içəri girdi. Üçüncüsünü atdım, Gülüstan meşələrindən biz bir tapşırığa getdik. Orada səngərin içində bizim dildə danışan ermənilər var idi. Dron qaldırdıq, onlara baxdıq ki, yox, yəni bunlar ermənilərdir, mövqedə yerləşiblər. Siz təsəvvür edin ki, düşmənin 3 postunun arasından 100 nəfər sızmışıq, amma düşmənin 3 postunun bundan xəbəri yoxdur. Yəni onlar bizi öndən gözləyirlər, Tərtər istiqamətindən, İnciçay istiqamətindən, amma biz arxada döyüşürük. O ermənilər postda duran o 21, 22, 23-cü postun erməniləri şoka düşüblər ki, arkadaşlar kimdir? Orada bir mövqe vardı ki, o mövqeyə girmək çox çətin idi. Çünki ermənilər mövqeyin içində oturmuşdular, biz açıqda döyüşürdük. Biz onlara yaxınlaşdıq, onlar da 2 nəfər bizə yaxınlaşdılar, Rusun generalı idi. O yaxınlaşanda özünü təqdim elədi. Mənə dedi ki, biz sizə mane olmuruq ki, dedim torpaq bizim torpaqdır. Bizə heç kim burada mane ola bilməz, bu bizim torpaqdır. O bizə hərbi salam verdi. Döyüş şəraitinə görə, mənim üzərimdə silah öndə olduğuna görə və Rus olduğuna görə mən onu, yəni hərbi salamını almadım. Nə də səfərli gündüz. Ehtiyatda olan xüsusi tənəti qüvvələri mənsubu Balayev Coşqun. Demək, mən 2005-ci ildə hərbi xidmətə çağırılmışam. Hərbi xidmətin xüsusi tənətli dəstədə olmuşam. Daxili qoşun Ensali hərbi hissəsində. Xoş təsadüf oldu ki, bizim şəhid milli qəhrəmanımız Variz İbrahimovla eyni yerdə xidmət eləmişəm. Yəni, kifayət qədər təcrübəli bir şəxs idi. Allah şəhidimizə rəhmət eləsin. Yəni biz orada da onunla bir çox əməliyyatlarda, bir çox beynəlxalq tədbirlərdə, yarışlarda iştirak etmişik. Silahlı qüvvələrin Ensali hərbi hissəsində kurs keçmişəm, gizli rütbəsi alıb vəzifəyə təyin olunmuşam və Müdafiə Nazirinin Ensali hərbi hissəsində xidmətə başlamışam. Xidmətim əsasən Kəlbəcər zonasında oldu. Camış dağları deyilən bir postlar var idi, o postda xidmət eləmişəm. Düşmənlə mənim aramdakı məsafə 3000 metrdən az deyil idi. Yüksək dağlıq bir yer idi, relyefi çox çətin idi. Məsafə çox idi, amma biz fasiləsiz müşahidə aparırdıq. Düşmənin bütün hərəkətlərin, yerlərin, hansı silahdan istifadə edirlər, şəxsi heyətin sayı, birliyi, hamısı haqqında mənim məlumatım var idi. Demək, belə deyim, 2008-ci ilin may ayı idi. Əskərlərdən biri gəldi mənə dedi ki, komandir, yuxarıda ermənilər Kəlbəcər Ağdərə zonasında bir dənə yol var idi. Ermənilər traktorla orada yol çəkirlər. Siz təsəvvür edin ki, ərazi bizim ərazidir, baxmayaraq ki, onlardadır. Onların orada yol çəkməsi mənə yaxşı təsir etmədi. Yəni, bir Azərbaycanlı kimi, bir hərbiçi kimi və mənim postumun qarşısında yəni, biz zəifçilik göstərə bilməzdik orada. Mən dərhal hansı ki, qaydada bizə deyilmişdi, o qaydada rəhbərliyə məlumat verdim. Rabitə ilə ki, yəni filan istiqamətinə, koordinatına kimi dedim ki, yəni filan istiqamətində düşmən traktorla yol çəkirlər və yanında da şəxsi heyəti var. Mənə dedilər ki, sən müşahidəni apar, silahları yerləşdir, biz sənə komanda verəcəyik. Yəni söhbət edir 2008-ci ildə. Yəni bu mənim ilk düşmənə olan zərbələrimdən olacaq inşallah. Yəni bu mənim ilk düşmənə atəş açacağam. Biraz sevinirəm, biraz da həyəcanlıyam ki, sevinirəm ona görə ki, yəni mən düşməni məhv edəcəm, qarşısını alacağım bu fəaliyyətin. Yəni, komanda mənə gəldi ki, əskərləri yaxın buraxma, çünki əskərlərdir, təcrübə yoxdur, amma mən oxumuş adamam və təcrübəm də var. Həm də istəyərəm ki, əskərlərimə heç nə olmasın, bir komandir kimi, özüm nə olsa mənə olsun. Əskərləri sadəcə mənə kömək elədi əskərlər. Demək, hər bir silahın sapından asılı olaraq mövqeləri var idi. Məqam gözləyirəm ki, bunlara atəş açsın. Komandir mənə dedi ki, atəş aça bilərsən, amma diqqətli ol. Bronjiletin kaskan da üstündə olsun ki, yəni öz təhlükəsizliyini də qorumalısan və əskərlərin də təhlükəsizliyin.
Əskərləri təhlükəsiz bir yerə qoydum. Düşmənin fəaliyyətini izlədim. Baxdım ki, TŞKM silahının mövqeyindən traktorların işlədiyi yer görsənmir. Ona görə məcbur olub onu mən açıq bir əraziyə qoymalı olacağam. Çünki yenidən biz tranşe düzəldə bilməzdik, vaxt gedir. Onlar işləyəcəkdi oradan. Biz TŞKM silahını gətirdik əskərlərin köməyindən açıq bir əraziyə və 3 mövqeydən bunlara atəş açdım. Siz təsəvvür edin ki, tək başına atıcı silahlar olan avtomatdan atəş açıram, qaçıram PK-dan atəş açıram, oradan qaçaraq gəlib TŞK-dan atəş açıram. Erməni sanki elə bilir ki, Azərbaycanlılar hamısı mövqeydən bizə atəş açırlar. Amma başa düşmürlər ki, orada bir nəfər var. Bizə atəş açan. Demək, traktoru vurdum, traktordan tüstülər çıxdı. Demək olar ki, alovlandı traktor. Əsasən də o benzin çənini vurdum ki, fəaliyyət dayansın və onun böyründən başından atəş açmasıdırlar. Atəş açırdılar mənə. Əskərlərim də sevinirdilər. Yəni sanki orada qırğın gedir də. Yəni Kəlbəzərdə döyüş gedir. 2008-ci ildə atəşkəs olan bir vaxtda döyüş gedir. Yəni bunu erməni televiziyalarında da verdilər. Sonra onlara imkan vermədim yol çəkməyə. Çünki traktoru yararsız bir vəziyyətə gətirdim mən. Və fəaliyyətin gedişatı haqqında komandirlərə məruz elədim. Və paralel olaraq da müşahidə jurnalında qeyd elədim ki, yəni filan vaxtı, filan istiqamətində ermənilərin təxribatının qarşısını almışam, müşahidə aparıram fasiləsiz. Mənə komanda gəldi ki, onların izdə, yəni atəş açma daha, çünki qaçdılar, gizləndilər ermənilər həmişə olduğu kimi, amma traktor yararsız vəziyyətə gəlib və traktoru oradan aparmasınlar. Mən demək olar ki, əskərlərlə bir yerdə 13 saat ya 14 saat belə biz fasiləsiz müşahidə apardıq, yenə öz mövqelərimizdən ki, traktor heç kim yaxını buraxmırdıq. Gəlirdilər, atəş açırdım, uzaqlaşırdılar. Traktor qalmışdı neytral bir ərazidə. Yəni iş də yarımsız qalıb. Amma oranın relyefini nəzərə alsaq, yüksək dağlıqdır. Yəni dəniz səviyyəsindən 3500 metr yüksəklikdə yerləşən Camış postlarıdır. Kəlbəzər, Ağdərəyə baxır, Sərsər su anbarına baxır birbaşa. Orada dumanlıq olur. Yəni mövsüm tez-tez dəyişir orada, havanın şəraiti. Dumanlıq oldu və başqa bir traktor gətirdilər. Biz demək olar ki, müşahidədən təmiz məhdudlaşdı, biz görə bilmədik. Amma yenə də görməyərək atəş açırdım ki, onlar bilsin ki, biz onları görürük. Elə düşünsünlər. Atəş açdım, amma dumanlıq olanda orada traktor səsi gəldi, başqa bir traktor səsi gəldi. Sonradan bir saatdan sonra baxdıq ki, öz traktorlarını götürüb aparıblar. Amma işi dayandırdım, aşağıda məruz elədim ki, yəni hər şey öz qaydasındadır, problem yoxdur. Bu fəaliyyətimə görə də komandanlıq tərəfindən tərtib olundu orada. Sonradan bayaq dediyim kimi, əvvəllər dediyim kimi, yəni düşmənə mən yaxından zərbələr indirmək istəyirdim həmişə. Bunun üçün də bir dənə yolu var idi, xüsusi tənəti qüvvələrə gəlmək. Xüsusi tənəti qüvvələrə gəlmək, bunu mən qarşıma məqsəd qoydum və xüsusi tənəti qüvvələr gəldilər seçmə, yaxınlaşdım onlara ki, məni də seçin, mən getmək istəyirəm sizə, orada xidmət eləmək istəyirəm. Çünki bilirdim ki, xüsusi tənəti qüvvələr ermənilərə birbaşa zərbələr indirirlər. Yəni bu da bizə xoş idi. Baxdılar boyuma, dedilər ki, problem yoxdur, biz səni yazacağıq, blank verirlər, doldurdum və bir ay çəkmədi, məni ezam etdirdi xüsusi tənəti qüvvələrə. 6 ay kurs üçün. Kursa ilk başlayanda baxmayın, Müdafiə Nazirinin milli ordusuna xidmət edən bir adam gəlib birdən-birə xüsusi tənəti qüvvələrə, ən təcrübəli bir yer, ən elit bir yerə gəlmisən və burada sən özünü doğrultmalısan, verilən əmr və tapşırıqları vaxtına və dəqiq icra etməlisən və normativlərə uyğun olmalısan. Xüsusi tənəti qüvvələrin kursunun ən başlıca xidmətlərindən biri nizam-intizamlı olmaqdır. Ola bilər ki, sənin fiziki hazırlığın yerindədir, zehnin, savadın yerindədir, amma nizam-intizamlı yoxdursa, sən orada qala bilməzsən, kursu keçə bilməzsən. Ona görə birinci orada önəm verirlər nizam-intizama. Bütün hallarda nizam-intizamlı olmaq lazımdır. Və kurs başladı, normativlər götürdülər. Biz bilirdik ki, orada cəhənnəm həftəsi deyilən bir həftə var, ağır bir həftədir. Amma hansı gün olacağını biz bilmirik. Bizim üzərimizdə təlimatçılar var, onlar bilirlər. Və bir gün yatmışdıq, bilirdik ki, bütün hallarda qalx komandası saat 6 tamamdır. 6 tamamda qalx komandasıdır. Saat 5 tamamda hər an mən ayıq sayıq edim belə hallarda. Yəni, gördüm ki, koridorda səs gəlir ki, yəni biz 1, 2, 3 deyəndə girdik otaqlara. Mən yenə də hər ehtimala özümü ciddi apardım ki, yəni heç bir problem ola bilməz diyorlar. Çünki mən bu kursun ağırlığını bilərək bura gəlmişəm. Və qapılar açıldı sərt şəkildə. Partlayıcı maddələr içəri atıldı. Silahların səsləri, onların səsləri qışqıraraq hamısı bizdən qabaq o kursu keçirdilər.
keçmiş şəxslərdir, təcrübəli, praktikalı şəxslərdir və hər kəsi vura-vura, döyə-döyə hansı paltarı kim necə geyindi, kim çatdıra bildi, çatdıra bilmədi, döyə-döyə çıxardılar koridora. Koridorda sürünə-sürünə plasa, siz təsəvvür ki, elə bir abu-hava yaradırlar ki, sanki sən düşmən tərəfdəsən, düşmən səndə necə davranar? Elə bir şərait yaradırlar, elə bir mənzərə canlandırırlar ki, sən orada sanki elə bilirsən ki, düşmən əlindədir. Sanki o şəxsləri sən heç tanımırsan. Halbuki bəzilərini tanıyırdıq biz. Amma maskada girirlər içəri. Və bununla da elan edirlər ki, cəhənnəm həftəsi başladı. İndi siz hələ mən bir ssenarini dedim də, yəni orada. Orada uzun taxtalar olur, şalbanlar. O şalbanlar suyun içində olub deyə çox ağırdılar. 2-3 nəfərə verirlər o şalbanları, götürürlər. O 2-3 nəfər nə qədər onu belində saxlayacaq? O şalbanlarla sən yeməyə gedirsən, gəlirsən, yatanda şalbanlarla bir yerdə yatırsan. Yəni elə eləməlisən ki, o şalbanlar inciməməlidirlər. Yerə qoyanda o şalbanlardan səs gəlməməlidir. Çox həm belə maraqlı, çox psixologiyaya təsir edən bir mənzərələr var orada. Elə bir vaxt oldu ki, Allah Taala'dan elə oldu ki, həmin o cəhənnəm həftəsində hava da cəhənnəmə döndü. Sulu qar-qarladanacaq. Yəni elə cəhənnəm həftələri var ki, elə dönəmlər var ki, orada hava isti olur ya da yağışsız olur da. Burada hava da, yəni hava şəraiti çox pis oldu da, yəni yağışlı oldu. Cəhənnəm həftəsinin ən çətin sınağı belə deyim, yemək məsələsi oldu. Çünki dizi üstə gəlirsən, yeməklərin, stollara düzülmüş yeməklərin qarşısında durursan, əllər boyun ardına, hər kəsə deyirlər yeməyə diqqətlə baxın. Bütün yeməklər istidir. Yəni siz təsəvvür edirsiniz də və sənə vaxtı demirlər. Və deyirlər ki, 3-ə kimi sayırıq, yeməyə başlayırsınız. Hər kəs yeməyə baxır və 1, 2, 3 deyirlər, yeməyə başlayırsan, başlamana deyirlər ki, vaxt bitdi. Yəni kim orada nə yedi, odur və heç kim o vaxt bitdi sözündən sonra əlin heç nəyə ata bilməz, dərhal kursdan xaric olmalısan. Yəni ən çətini budur. Və elə komanda verirlər ki, misal üçün yemək yedin yerdə risk edirlər ki, yeməkxananı su bastı. Yəni su bastı, sən boğulmamaq üçün çıxmalısan çölə. Çöldə də yenə də adamı düzürlər, baxırlar ki, görə kimin üstündə, başında çörək var ya yoxdur, kimsə nəsə götürə bilər. Yəni ən çətini odur. Çünki ac vəziyyətdə sən bütün fəaliyyəti yerinə yetirirsən və hər gündə, günün sonunda deyirlər, kim kursdan çıxmaq istəyir? Çünki gün ərzində görüb də cəhənnəm həftəsini. Bir həftənin tamamında bizim təlimatçılardan biri belə bir söz işlətdi. Bilirdi ki, cəhənnəm həftəsi bitib üzə. Dedi ki, yoldaşlar, bəs belə bir komanda gəlib ki, cəhənnəm həftəsi bir həftədə artırılıb. Bu bir psixoloji yoxlama idi, amma çoxları onu dərk eləmirdi. Bunu deyən kimi 4-5 nəfər çıxdı qabağa ki, biz dözəmirik, çıxırıq. Dedi, siz çıxın. Amma zarafat edirdim. Yəni cəhənnəm həftəsi bununla da bitdi. Yəni gördünüzmü, psixologiya, birinci növbədə psixologiya yerində olmalıdır. Biz kursu bitirəndən sonra bizi əməliyyat bölmələrinə böldülər. Mən getdim, düşdüm əməliyyat bölməsinə. Orada hamısı təcrübəli köhnə hərbi qulluqçular idi. Teymurov Pəncəlinin qrupuna düşdüm mən. Yaxşı ki, ora düşdüm. Çünki Teymurov Pəncəlini mən orada tanıdım. Onun bilik və bacarığından yararlandıq. Bizə çox şeylər öyrətdi. Onun döyüş qabiliyyətini, onun təcrübəsi, onun bütün fəaliyyətlərini biz izləyirdik. Və çox maraqlıdır ki, o öz işin bəzən qırağa qoyub bir-bir bizi hazırlaşdırırdı, öyrədirdi, yəni ərinmirdi. Çünki o adamı biz tanıyandan bizdə vətənpərvərlik hissi daha da oyandı. Var idi, amma daha da oyandı. Çünki o adamın gözündə bir qığılcım var idi. O adamın gözündə bir qisas hissi var idi. Baxmayaraq ki, yəni sülh dövrü idi. İlk dəfə bizə komanda verdilər 2014-cü ildəki. Ümumiyyətlə bizim fəaliyyətlər 2012-dən başlayıb. Bütün o sniper tapşırıqları, digər fəaliyyətlər, gizli əməliyyatlar başlayıb. Amma birbaşa hücumlar 2014-cü ildə, avqust ayında başladı. Deyəndə ki, orada seçirdilər. Konkret qruplara ayırdılar ki, filan qrup bugün tapşırıq sənin qrupundur. O da təsadüfən bizim qrupa düşdü. Bizim qrupda 12 nəfərdən ibarət idi. Hər kəsdə bir his var idi ki, indiyənə qədər nə öyrənmişiksə, döyüş meydanında bunu ortaya qoymalıyıq. Yəni sən döyüş meydanında elə bir zəifçilik göstərə bilərsən ki, indiyənə qədər öyrətdiklərin heçə gedə bilər. Ona görə hər kəs bacarıdır ki, bir prinsip var idi ki, mən gör özümü düşmənə necə göstərəcəm. Düşmən bizi hiss eləməlidir, həqiqətən. 2014-cü ildə döyüşə başladıq. Demək, istiqamət olaraq deməyəcəm. Bizə bir istiqamət verdilər. Həmin istiqamətdən döyüşə girdik.
neytral ərazidə minanı təmizləyərək milli qəhrəman Teymurov Pəncəli öndə olaraq minanı təmizlədi və biz düşmən postuna səssiz şəkildə çatdıq saat 1:00-da. Tapşırığın yerinə yetirilməsi saat 1-dən 5-ə qədərdir. Yəni 1-dən 5-ə qədər bütün fəaliyyət icra olunmalıdır və geri dönməlisən. Saat 1:00-da biz deyilən yerə çatdıq və biz düşmən səngərinə qalxanda gördük ki, məndə də orta çaplı silahlardan RPG 7V silah idi və 6 dənə də mərmisi var idi. Birinci mən qalxdım yuxarı. Hər kəs öz mövqeyini tutmuşdu ki, ora hücum eləyək. Mən yuxarı qalxanda gördüm bir əsgər gəlir. Erməni əsgəri, əlində fanar və yanında bir dənə it. Amma o səs eşidib, amma bilmir nədir. O heç vaxt başa düşməzdi ki, Azərbaycan əsgərləri, zabitləri, gizirləri buradadır. O yaxınlaşanda mən əyildim aşağı. Mən onu gördüm, daha bilmirəm o məni gördü ya yox. Mən əyildim aşağı, məndən solda bir nəfər bizim hərbi qulluqçu var idi. Mən ona dedim ki, adı Rızadır. Köhnələrdəndir, köhnə baş gizirimizdir, təcrübəli şəxsdir. Dedim, Rıza, əsgər yaxınlaşır bizə, mənim əlimdəki silahla mən bunu vurub, silahı, yəni belə adam üçün tərk eləmək istəmirəm də. Mən istəyirəm böyük bir sığınacağı məhv edim. Rıza qalxdı, belə baxdı. Rızada isə avtomat silah idi. Rıza dedi ki, başa düşdüm. Əlindən qumbaranı birbaşa tulladı əsgərin üstünə. Əsgər məhv oldu. Əsgər məhv olan kimi mən qalxdım ayağa. O partlayışın səsindən sığınacağın içində, ermənilərin o sığınacağının içində işıqlar yandı. Yəni onlara komanda verildi, həyəcan verildi ki, yəni basqın olunub bura. İşıqlar yanan kimi qrantometlə birbaşa pəncərədən içəri atdım. Pəncərədən içəri atdım, orada bir dənə partlayış gəldi. Çünki termobolik bir mərmi idi. İstilik verir, sonra içəridə partlayır. İkincisini atdım, qapıdan içəri girdi. Üçüncüsünü atdım, sığınacaq təmiz məhv oldu. Qıraqdan qaçanları da bizim şəxsi heyət məhv elədi və içəri girdik, kontrol atış elədik. Düşməni tamamilə məhv elədik və uğurlu bir nəticə olaraq geri döndük. 2015-ci ildə Gülüstan meşələrindən biz bir tapşırığa getdik. O tapşırıqda erməni kolonu gəlməli idi, yəni maşın gəlməli idi. Biz o maşını məhv etməli idik və uğurlu şəkildə geri dönməli idik. Biz orada elə bir yerə getdik ki, meşənin içi ilə, o meşə insan ayağı indiyənə qədər dəyməyib. Neçə illər, yəni ora insan ayağı dəyməyib. Biz yaxınlaşdıq, birbaşa onların yollarına çatdıq və mövqeyləndik. Orada bir tərtiblanma oldu. Çünki bəzi döyüş tapşırıqlarında bəzən planladığın kimi heç nə getmir. Çünki düşməni sən sağdan gözləyirsən, elə ola bilər ki, düşmən solda gələ bilər, amma sən vəzifəni mütləq surətdə icra etməlisən. Düşmən texnikası əgər sağdan gələrsə, plan kəslər hücum edəcək, soldan gələrsə, təyin olunduğu şəxslər hücum etməlidirlər. Elə oldu ki, biz tərəfdən gəldi. Bizdən hərbi qulluqçuların bir nəfər çıxdı maşının qabağına. Hətta şəhidimiz Qarayev Dilsuz da çıxdı maşının qabağına. Biri sağdakı şoförü vurmalı idi, soldakı isə onun yanında starşı var idi, böyük. Onu vurmalı idi. Rəhmətli Dilsuz, Allah rəhmət eləsin, şoförü vurdu. Yanındakı isə vuranda silahın qapağı atdı. Yəni silah qapağı atdı. Silah qapağı atan kimi orada belə sürpriz bir an deyilir orada. Rəhmətli Dilsuz soldakını da vurdu. Soldakını da vurdu, amma o vurdu, əyildi maşının yanına. Maşın getdi qabağa, biz də onu partlayışla onu məhv elədik və sonra gözlədik. Maşına yaxınlaşmadıq, çünki onların blindajı daha yaxın idi. Çəkildik geri. Öncədən də ora biz MON 50 minaları qoymuşduq ki, gələn köməyi məhv edək. Çəkildik qırağa. Biz gördük ki, maşın kolonları gəlir, qıraqda çəkilmişik. Öncədən də minaları yerləşdirmişik. Ta 57 var bizdə cihaz. Həm rabitə cihazıdır, həm də partlayışlar üçün önəmli bir cihazdır. Şunurla onu çəkdik uzaq bir məsafəyə, yəni hadisənin baş verən yerdən bir 100 metr kənara çəkildik, amma müşahidə aparırıq. Ermənilər elə bildi ki, biz o maşına pusku yerinə yetirmişik və geri çəkilmişik. Amma onlar düşünmədilər ki, biz gizlənmişik orada, gözləyirik. Onlara gələn köməyi. Kömək gəldi, çatanda biz o minaları partlatdıq, onlar da öldü və uğurlu şəkildə geri döndük. Aprel döyüşləri Azərbaycan Respublikasının 1994-cü ildə bağlanmış o sülh sazişindən sonra ən ağır əməliyyatı deyim mən sizə. Və çox təcrübə yığdıq aprel döyüşlərində. Döyüş başlayandan bir an sonra, yəni bizə verilən tapşırığı vaxtına və dəqiq yerinə yetirdik. Bizə tapşırıq o verilmişdi ki, Talış-Kənd yüksəkliyin, düşmən postların keçərək bütün yüksəklikləri, bütün yüksək nöqtələri tutursunuz və bizə məruz edirsiniz. Və biz də ona kimi artilleriya, yaylım atışları atacağıq. Siz təsəvvür edin ki, biz bir kolonda hərəkət elədik. Milli qəhrəman şəhid Teymurov Pəncəli öndə gedirdi. Çünki o mina axtaran idi, minaları təmizləyə çox çətindir onun işi həqiqətən.
minaları təmizlədi, düşmən səngərinə çatdıq. Orada 3 dənə postu var idi. Postların adını demirəm mən, yəni 3 dənə yüksək post var idi orada. Siz təsəvvür edin ki, düşmənin 3 postunun arasından 100 nəfər sızmışıq, Talış-Kəndə getmişik. Amma düşmənin 3 postunun bundan xəbəri yoxdur. 100 nəfər heyət, polna ekiprovka, yəni veşmişoxdur, silahdır, bunun səssiz üsulundan getmişik. Amma baxma da, yəni nə qədər olmasa bu bir kolon deməkdir də, yəni düşmənin 3 dənə postundan bundan xəbəri yoxdur. Biz Talış-Kənddə saat 5 tamamda bütün yüksəklikləri ələ keçirdik. Hər kəs kəndin içindədir, hər kəs bilir ki, yəni öz evindədir də, yəni heç bir problem yoxdur. Amma bilmir ki, biz bütün yüksəkləri nəzarətə götürmüşük. Biz arxaya məruz elədik ki, bəs biz düşmən postların bütün deyilən nöqtələrdə nəzarətə götürmüşük. Və döyüş başladı orada. Talış-Kəndə gələn bütün qüvvələrin hamısını, taborların hamısını bir-bir məhv edirik. Biz arxadan keçdiyimiz o 3 dənə düşmən postu şoka düşüb ki, bu kənddə kim döyüşür? Axı biz öndəyik. Yəni onlar özünə gələ bilmirdilər ki, Azərbaycanlılar buradan necə keçiblər? Yəni onlar bizi öndən gözləyirlər, Tərtər istiqamətindən, İnciçay istiqamətindən, amma biz arxada döyüşürük. O ermənilər postda duran o 21, 22, 23-cü postun ermənləri şoka düşüblər ki, arxadakılar kimdir? Yəni Azərbaycanlıları biz qabaqdan gözləyirik, bu arxada döyüşənlər kimdir? Yəni Talış-Kənddə nə qədər tabor vardı, batalyon vardı, hamısını məhv elədik və orada bir şəhidimiz, Şəhid Qarayev deyilsiz oldu, şəhid oldu. Onu da götürdük və bizə tapşırıq verdi ki, arxadakı postların hamısını alın. Hansı ki o gecə saat 5-də o 3 dənə postu keçmişdik, qayıtdıq onların hamısını aldıq və onlar yenə də kolonlarla hücuma gəldilər. Milli qəhrəman Murad Mirzəyev, Teymurov Pəncəli, yəni sadaladığım o şəhidlərimiz Allah hamısına rəhmət eləsin. Kapitan Orucov böyük şücaət, məharət göstərərək döyüşdülər. Yəni onların döyüşü kinolar, yəni mən belə deyim də, kinolar hamısı sadəcə kinodur da, düzdürmü? Amma bu reallıqdır. Mən bunu gözümlə görmüşəm onların döyüşünü. Çox var belə hal-hazırda işləyən də qardaşlarımız var. Yəni onlar bir dastan, bir tarix yazdılar. Teymurov Pəncəli tək başına bütün mövqelərdə duran xüsusi təyinatlı qüvvələr mənsubuna kömək eləyərək döyüşürdü. Yəni hər bir şəxsin orada öz mövqeyi var, öz mövqeyində döyüşməlisən. Mövqeyi o halda tərk eləyə bilərsən ki, ya oranı güclü şəkildə atəşə tuturlar, ya da sənin nəyəsə ehtiyacın var, silah doldurmalısan. Amma bu silahın doldururdu öz mövqeyində, digər şəxslərə kömək eləyirdi və gəlirdi ki, sən get biraz istirahət elə, mən döyüşüm. Orada da yaylım atışları atırdılar ermənilər, tanklarla, minamyotlarla. O minamyotun, o yaylım atışların altında biz döyüş aparırdıq. Yəni sarsıdıcı zərbələr endirirdik. Düşmənin bir alayı gəlib o aldığımız o 3 dənə postu ala bilmirdilər bizdən. Bir alay elə bilirdi ki, Azərbaycan ordusu bunların qabağındadır. Amma bilmirdi ki, biz orada 15-20 nəfərik. 15-20 nəfərlə biz bunların ordusunun qarşısına durmuşuq. Orada tankdan bir mərmi atıldı. O təsadüf elədi Teymurov Pəncəlinin mövqeyi istiqamətindən. Teymurov Pəncəli başından yaralandı. Sonra yaralı vəziyyətdə yenə döyüşə başladı. Təkrar yenə tankdan mərmi atdılar. Pəncəli şəhid oldu. Amma öz mövqeyini tərk etmədən şəhid oldu. Ən çətin döyüşümüz olub bizim Füzuli istiqamətində. Yəni 2020-ci ilin Füzuli istiqamətində çətin bir döyüş baş verdi. Cəbrayıl-Füzuli arasında bir dərə var idi. Ermənilər orada səngərdə yerləşmişdilər. Dron qaldırdıq ki, onlara xəbərdarlıq eləyək. Görək bu həqiqətən bizimdir ya onlarındır. Çünki orada bir məsələ var idi. Biz alırdıq, milli ordunu yerləşdirirdik, gedirdik ön tərəfə. Elə oldu ki, həmin yerə təzədən bizi tapşırığa yolladılar. Orada səngərin içində bizim dildə danışan ermənilər var idi. Bunun üçün də biz özümüzü riskə atmalı deyilik. Dron qaldırdıq, onlara baxdıq ki, yox. Yəni bunlar ermənilərdir, mövqedə yerləşiblər. Ortada dərə var. Onlar bizim dəriyə düşməyimizi istəyirlər. Biz də onların dəriyə düşməyimizi istəyirlər. Gördük ki, yox belə alınmayacaq, çünki itki çox verəcəkdik. Baxmayaraq ki, biz onlardan üstünük. İtki çox verəcəkdik, çünki ölü zonadaydıq da biz. Oradan bir qrup ayırdıq ermənilərin arxa tərəfindən, gəldik. Onlar öndə bizə atəş açanda bir də baxdılar ki, biz arxa tərəfdən daxil olmuşuq səngərlərə. Orada 3 saat yarım döyüş getdi, 3 saat yarım. 2 şəhid verdik orada, Allah şəhidlərimizə rəhmət eləsin. Yaralılarımız oldu, amma qalib gəldik. Yəni səngərə girdik, mövqeyə nəzarət elədik. Demək, atəşkəs oldu 8 noyabr 2020-ci ildə. Atəşkəsdən sonra və qanuna əsasən Kəlbəcərin təftəsimi üçün biz Kəlbəcər istiqamətində hərəkət elədik. Şuşadan Kəlbəcərə doğru hərəkət elədik kolonlarla.
Biz getdik Kəlbəzərə çatdıq. Orada bizə dedilər ki, Kəlbəzər demək olar ki, tamamilə boşaldılıb. Amma orada Kəlbəzərin Ağdərə istiqamətinə gedən yolunda Vəng kəndi var idi. Orada bir kilsə var idi. Orada bir neçə yerli erməni əlində silah orada yerləşib ki, biz buradan çıxmayacağıq. Baxmayaraq ki, yəni atəşkəsli, biz buradan çıxmayacağıq. Bizə tapşırıq gəldi ki, gedirsiniz, onları çıxardırsınız orada. Lazımdırsa, yəni müdaxilə edirsiniz sərt şəkildə, onları oradan çıxardırsınız. Yəni biz gəldik, həmin yerə çatdıq, orada bir döngə var idi. Biz ora çatanda gördük ki, Rusun bayrağı, Rus BMP-ləri, tankları oradadır və yanlarında da Rusun şəxsi heyəti var. Biz də orada Səfərli Gündüz, bizim komandirimiz, bizim Vətən müharibəsi qəhrəmanımız, bizim gözəl qardaşımız Səfərli Gündüz, yəni Azərbaycan Respublikasının ordusuna Allah Taala onu bir bəxş edib, çox təcrübəli, Şuşaya qədər döyüşə gedən bir şəxs. Səfərli Gündüz də bizim yanımızdaydı, bizə rəhbərlik edirdi. Səfərli Gündüz dedi ki, Coşqun sən, mən, bir də bir nəfər vardı, bayraq tutan bir qardaşımız var idi. O da bayrağı tutdu, gedək ruslarla danışaq görək, məsələ nə yerdədir? Orada ermənilər var ya yoxdur, biz müdaxilə eləyək ya yox. Biz onlara yaxınlaşdıq, onlar da 2 nəfər bizə yaxınlaşdılar, Rusun generalı idi. O yaxınlaşanda özünü təqdim elədi. Bizim Vətən müharibəsi qəhrəmanı Səfərli Gündüz də özünü təqdim elədi. O başladı danışmağa ki, mən Rus sülh məramlı qüvvələrinin tabor komandiriyəm, rütbəsim və adını dedi. Bəs mən bura gəlmişəm Azərbaycan-Ermənistan arasında sülhü bərqərar eləməyə, təhlükəsizliyi təmin etmək üçün sizə yaxından köməklik göstərməyə. Belə elə. Mən də dedim ki, mən də onlara danışırdım bunların arasındakı sözü mən tərcümə edirdim orada. Dedim ki, sizin postunuz oradadır. Dedi, bəli, oradadır. Dedim, sizdən 100 metr bu tərəfə də biz post qoyacağıq burada. Mənə dedi ki, biz sizə mane olmuruq ki. Dedim, torpaq bizim torpaqdır. Bizə heç kim burada mane ola bilməz. Bu bizim torpaqdır. Güldü belə. Dedi ki, siz xüsusi təyinatlısınız. Vətən müharibəsi qəhrəman Səfərli Gündüz dedi ki, bəli, biz xüsusi təyinatlarıq. Bizim üstümüzə baxırdı belə. Dedi ki, əla. Dedi ki, mən burada olmayacağam. Mən burada olmasam, mənim bir dənə kapitanım var. O orada olacaq, onunla danışarsınız. Dedi ki, bizə ehtiyac yoxdur, siz haçan çıxırsınız buradan. Bizə deyin onu. Çünki biz bütün ərazini gəlmişik nəzarətə götürməyə. Dedi ki, biz onsuz da gedəcəyik, burada qalmayacağıq. Biz də mövqeyləndik orada, sağollaşdıq. O bizə hərbi salam verdi. Amma döyüş şəraitinə görə, mənim üzərimdə silah öndə olduğuna görə və Rus olduğuna görə mən onu, yəni hərbi salamını almadım. Nə də Səfərli Gündüz.